Əziz izləyicilər, test toplusundan qəbula düşə biləcək sual tipidir. Düzgün altıbucaqlı prizmanın oturacağın sahəsi. Düzgün altıbucaqlının sahəsi A-nın kvadratı, kök altı 3, bölünsün 4, vurulsun 6 düstur hesablanır. Bunu da verib əslində 3 kök altında 3, bölünsün 2. Buradan kök üstlər ixtisar gedər. 3-ə bölsəm burada qalar 2, 2 ilə 4 gedər, qalar 2, 2 ilə də 2 gedər. A rəməsinə A-nın kvadratı bərabərdir 1-ə. Deməli, A bərabərdir 1-ə. Yəni, oturacağın tili 1-dir, qeyd edirəm. Və B-yi bərabərdir B1-ə. B-yi əslində oturacağın, yəni düzgün altıbucaqlının böyük diaqonalıdır. Düzgün altıbucaqlının böyük diaqonalı 2-yə bərabərdir. Yəni, onda olacaq 2 vur 1, yəni olacaq 2-yə. Digər tərəfdən B-yi bərabər B1-ə. Deməli, bu parçanın da uzunluğu olacaq 2. Və bizdən soruşur, prizmanın həcmi tapın. V həcm bərabərdir, S oturacaq, vurulsun H. Bu da yenidən bərabərdir. Oturacağın sahəsi 3 kök altında 3, bölünsün 2. Vurulsun hündürlük. Hündürlüyü də 2 tapdıq. 2-lər buradan gedər. O zaman düzgün cavab olacaq 3 kök altında 3. Yəni D variantı.